Fikrimcə, prezident onlara çağırış edəcək. Bu barədə daha ətraflı məlumat verə bilməyəcəm. Əlbəttə ki, bu prezidentin qərarıdır. Düşünürəm ki, bu barədə dövlət başçısından daha çox şey eşidəcəksiniz. Caroline xanım Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistin 1990-1991-ci illər Fars körfəzi müharibəsi zamanı Ərəb ölkələri, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi müharibənin xərclərinin böyük hissəsini ödədi. Bəs hazırki müharibənin xərclərini kim ödəyir? Həmin Ərəb ölkələri bunun üçün addım atacaqlarmı sualına cavabında bunları söylədi. Cavabdan da aydın olur ki, Prezident Donald Trump müharibənin xərcini varlı, zəngin ərəblərdən almaq istəyir. Daha bir açıqlama məsələlər arasında əlaqə yaratmağımıza imkan verir. Bir neçə gün əvvəl Birləşmiş Ştatlar Prezidenti Donald Trump Miami'də Səudiyyə Ərəbistanının maliyyələşdirdiyi bir investisiya forumunda Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanı gözlənilməz və sərt bir şəkildə tənqid edib. Trump bildirmişdi ki, o mənim efir üçün açıqlanması mümkün olmayan bir yerimi öpəcəyini düşünmürdü. Əlavə etdi ki, vəliəhd indi mənə qarşı xoş davranmalıdır. Trump'ın Səudiyyə Ərəbistanı vəliəhdi haqqında danışarkən etik olmayan ifadələr işlətməsi, bir neçə gün sonra isə prezidentin mətbuat katibinin Ərəb ölkələrinin İranda müharibə aparmaq üçün Birləşmiş Ştatlarına maliyyə dəstəyi vermələrindən danışması o deməkdir ki, söhbət elə pul söhbətidir. İndi sual yaranır ki, Trump Ərəb ölkələrindən İranda hərbi əməliyyatlar üçün pul istəyirsə, bu doğru addımdır? Hörmüz boğazının təhlükəsizliyini təmin etmək və tankerlərin problemsiz keçib getməsinə şərait yaratmaq baxımından maliyyə məsələsində iştirak olmalıdır. Bəlkə də daha irəli gedərək hərbi iştirak da mümkündür. Düşünürəm ki, bu daha faydalı olar. Amerika Birləşmiş Ştatları İsrail-İran müharibəsində Hörmüzün bağlanması dünyaya neft və qaz satmaqla pul qazanan Ərəb ölkələrinin gəlirlərini azaldıb. Bir yandan da İran raket və dronları neft, qaz infrastrukturuna zərbə vurub, ciddi dağıntılar törədib. Eyni zamanda ciddi təhlükəsizlik təhdidləri turizmi də axsatmaqdadır. Deməli, Ərəb ölkələri bu tərəfdən də xərcə düşürlər. İndi də İrandakı hərbi əməliyyatlar üçün pul vermələri istənilir. Düzdür, Ərəb ölkələrinin əksəriyyətinin, xüsusən də körfəz ölkələrinin pulu çoxdur. Məsələn, 2025-ci ildə açıqlandı ki, yaxın gələcəkdə Bəhreyn Amerika Birləşmiş Ştatları iqtisadiyyatına təxminən 17 milyard dollar, Səudiyyə Ərəbistanı 600 milyard dollar, Birləşmiş Ərəb Əmirlikləri isə 1,4 trilyon dollar investisiya qoyacaqlar. Trump o vaxt körfəz ölkələrinə həmin o məşhur səfərindən əli dolu qayıtmışdı. Deməli, o bilir kimdə pul var, kimdən pul almaq lazımdır. Bütün bunlara baxanda sual yaranır ki, Ərəb ölkələri Amerika Birləşmiş Ştatlarına investisiya üçün puldan əlavə onun hərbi əməliyyatlarına da pul ayırmalıdırlarmı? Həmişə bu məsələdə razılaşma ABŞ-nin təhlükəsizliyi müqabilində bu ölkənin iştirakını qəbul etmək olub. ABŞ-nin təhlükəsizlik çətiri altında təhlükəsizlik hissi müəyyən məhdudiyyətlər, razılaşmalar kimi qəbul edilir. Məsələn, bugün bəzi ölkələrin ərazisindəki ABŞ bazaları Vaşinqtonun verdiyi təhlükəsizlik və eyni zamanda imperializm ənənəsinin davamı sayılır. Bəli, elə Qərbin vaxtilə verdiyi təhlükəsizlik zəmanəti Amerika Birləşmiş Ştatları hərbi bazaları hesabına bəzi ərəb ölkələri böyük pullar qazana biliblər. Vaşinqtonla ara-sıra münaqişədə olan İraq, Suriya, Liviya və digərləri Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt kimi ola bilmirlər. Bax elə bu məqamda Misir prezidentinin bir fikri tam yerinə düşür. Əbdülfəttah Əs-Sisi bildirib ki, varlı ölkələr İranla müharibə zamanı yaranan çətinliyin öhdəsindən gəlirlər. Lakin orta və ya kövrək iqtisadiyyata malik ölkələr çox ciddi mənfi təsirə məruz qalırlar. Sisi cənablarının bu fikri digər məsələni yada salır. Körfəzdəki ərəb ölkələri İranla bağlı yaranan bu gərginlik fonunda bu bizim müharibəmiz deyil, nə olsun ki bu bölgədə yerləşirik, deyə bilərmi? Digər tərəfdən də ərəb ölkələrin əksəriyyəti İranı Husilər, Hizbullah, Həmas və digər silahlı və ya siyasi qrupların timsalında təhdid sayırlar. Birləşmiş Ştatlar İranı zəiflədirsə, bu ərəb ölkələri üçün yaxşıdır. Düşünürəm ki, İranın körfəz ölkələrindəki Birləşmiş Ştatlar personalına və aktivlərinə, eyni zamanda həmin ölkələrdəki infrastruktur obyektlərinə bu cür geniş, aqressiv şəkildə hücum etməsi həmin ölkələrdə şok effekti yaradıb. Əgər buna neft-qazla bağlı təzyiqləri də əlavə etsək, onda bu vəziyyətin daha da çətinləşməsi deməkdir. Həm də ərəb ölkələri bazarda neft və qaz sata bilmirsə, onların yerinə Amerika Birləşmiş Ştatları və ya Şimali Amerika istehsalçıları daxil olurlar və bundan faydalanırlar. Həm də bazara daha çox malla daxil olaraq neft və qazı daha yüksək qiymətə satırlar. Bax belə, ümumi vəziyyətə baxanda körfəzdəki ərəb ölkələrinin vəziyyəti dəvəsi ölmüş ərəbi xatırladır. Dəvəni kim öldürüb? Günahkar kimdir? İran yoxsa Amerika Birləşmiş Ştatları? Bu sualın cavabını isə ərəb ölkələrinin növbəti addımı müəyyənləşdirəcək.